Salam Sərvanın fikir oyunları Seymur Baycanın həyata yekun vurarkən adlı 2 cildliyi, Mir Mehdi Ağaoğlunun Həc gündəliyi və Seymur Baycanla Vüqar Vanın həm müəllif olduqları Pişiyə qalib gələn qəhqəhələr adlı kitabları oxuculara təqdim olundu. Yeni Park Nəşriyyat Evinin təqdimatı zamanı. Nizami Kino Mərkəzində Park Müasir Nəşriyyat Evinin təqdimatı keçirilib. Tədbirdə Parkın ilk nəşrləri, Salam Sərvanın fikir oyunları, Seymur Baycanın həyata yekun vurarkən adlı 2 cildliyi, Mir Mehdi Ağaoğlunun Həc gündəliyi və Seymur Baycanla Vüqar Vanın həm müəllif olduğu Pişiyə qalib gələn qəhqəhələr adlı kitabları oxuculara təqdim edilib. Nəşriyyatın təsisçisi Şəhriyar Delgerani giriş nitqi ilə tədbiri açıq elan edib. O, çıxışında parkın məqsəd və prinsipləri, hədəfləri, prioritetləri barədə söhbət açıb, eyni zamanda nəşriyyatın yaranma prosesindən danışıb. Nəşriyyat yaratmağa qərar verdim və park nəşriyyatı mahiyyətcə də budur ki, biz bilirik kağız ağaclardan hazırlanıb, emal olur. Ona görə park ki, necə ki park o fotosintez prosesində oksigen verir bəşəriyyətə, ağaclar, biz də yəni katarsis, insanlarda katarsis yaradacaq kitabları çıxardacağıq. Daha doğrusu bu butik nəşriyyatı, yəni mən öz oxumaq istədiyim kitabları çıxardıram. Mən prinsipim budur. Bir peşəkar oxucu kimi öz oxumaq istədiyim kitabları çıxardacaq. İndi ilin günün bu vaxtında, bu dövrdə nəşriyyat nədir, filandır, bəsməkandır. Mən istədiyim nə qədər inkişaf eləsə də elektronika, filan, bəsməkan, uçan taksilər, filan, üzən, bilmirəm, hər nələr. Amma kitab heç vaxt dəyərdən düşməyəcək, mahiyyətini itirməyəcək. Kitab da oradan da, nəşriyyat, niyə nəşriyyat? Niyə məsələn adamlar gedib çayxana açarlar, avtoyüzü yerləri açarlar, qəlyanxanalar açarlar. Bu bir eşqdir. Şair Salam Sərvan və yazıcı Mir Mehdi Ağaoğlu müəllifi olduğu kitabların ehtiva elədiyi məzmunundan bəhs ediblər. Yeni yaradılmış nəşriyyatın fəaliyyətinə uğurlar arzulayıblar. Nəşriyyatın baş redaktoru yazıcı Nadir Yalçın çap olunan nəşrlərdən və planda olanlardan danışdı. Tağıyev inanır deyənə yıq çıxdı. O filmdən sonra mən bu inanmaq prosesi haqqında xeyli fikirləşməli oldum ki, inanmaq, görəsən həyatda, bizim həyatımızda baş verən proseslərin hamısı inanmaqla bağlıdır. İnananda həmişə yaxşı olurmu, yoxsa olmurmu? Müxtəlif fikirlər gəldi və bugün bu nəşriyyatın təsis olunmalı və ilk 5 kitabın çapının həyata keçməyi məncə elə birbaşa inanmaq prosesi ilə bağlıdır. Qeyd edək ki, Salam Sərvanın müəllifi olduğu kitab şairin ilk nəsr əsəridir. Seymur Baycanın 2 cildliyində isə yazıçının öz seçdiyi publisistik yazıları cəmləşib. Mir Mehdi Ağaoğlunun Həc gündəliyi kitabı müqəddəs ziyarətin yazıcı müşahidələri ilə bədii nikasıdır. Bu, Azərbaycanda bədii publisistik baxımdan həclə bağlı ilk əsərdir. Seymur Baycanla Vüqar Vanın həm müəllif olduğu Pişiyə qalib gələn qəhqəhələr isə 2 fərqli yaş qrupuna aid olan yazıçının birgə yazdığı hekayələr toplusudur. Şəhriyar çoxdandır belə bir təşəbbüslə çıxış edirdi ki, nəhayət mən özüm butik bir nəşriyyat açmaq istəyirəm ki, bu nəşriyyatda ilk növbədə indi yaşayan yerli Azərbaycan müəlliflərinin kitablarını özümüz təqdim eləyək, təhlil eləyək, onlara prezentasiyalar keçirdək və müasir müstəqillik dövrü Azərbaycan ədəbiyyatının bir təntənəsi olsun. Çünki zaman-zaman bu təqdimat olmayanda belə bir fikir formalaşır ki, bütün yaxşı müəlliflər ölü müəlliflərdir, indi yazan yoxdur. Amma indi də yazanlar var, yeni nəsil generasiya gəlir, yeni ədəbi nəsillər var ki, onlardan bu çıxan kitabların içərisində artıq elə məsələn Vüqar Vanın kitabı çıxıb və digərləri də artıq çap prosesindədir. Mir Mehdi Ağaoğlunun Həc ziyarəti çıxıb. Yəni, bu prosesin bitmədiyini, Azərbaycanda ədəbiyyatın sönmədiyini, davam elədiyini, ən müxtəlif janrlarda yenə də kitabların yazıldığını, bütün çətinliklərə baxmayaraq adamlar öz taleyini ədəbiyyatda görən adamların yenə də bu işlə məşğul olduğunu göstərmək üçün çox mötəbər və gözəl bir təşəbbüsdür.
Ümid eləyək ki, bu nəşriyyatın ömrü elə kitablar qədər uzun olsun. Mən kitab oxuyanlar nəslindənəm. O nəsil ki, kitabın qoxusunu duyan, o kitabı çevirəndə ondan zövq alan nəsildənəm deyə mən çox şadam və Park nəşriyyatı mən düşünürəm ki, indiki devirdə daha müasir, daha yaradıcı yanaşması olacaq və gözəl kitablar nəşr edəcək və tövsiyə elərdim ki, bütün cavanlarımız məhz kitab oxusunlar. Elektron yox, elə əsl kitabı əlinə götürüb onun zövqlə oxusunlar. İstənilən başlanğıc çox çətindir. İstənilən başlanğıc. Və bu kitab işi, nəşriyyat işi, yazıcı-oxucu münasibətləri daim davam edən intensiv bir, yəni elə deyək ki, prosesdir. Ona görə də bu cür təşəbbüslər olacaq, yəni bu cür kreativ təşəbbüslər olacaq. Mən şəxsən bunu alqışlayıram və komandanın özü maraqlı və peşəkar, elə deyək də, yazıcı və şairlərdən ibarət. Ola bilər ki, onların nəşriyyat təcrübəsi o qədər yoxdur, amma heç kim, bizdə çox adam, yəni bu işə başlayanda təcrübəsi olmayır. Nəzərə alsaq ki, Azərbaycanda nəşriyyat işi getdikcə şaxələnir və mən elə bilirəm ki, Park nəşriyyatı da həmin şaxələrdən daha kreativ olacaq. Açığı mənim böyük ümidlərim var. Amma gələcəkdə necə olacaq? Bu daha çox yazıcı və oxuculardan asılıdır. Yəni, onların bir-birinə inamından asılıdır. Daha sonra Salam Sərvan, Mir Mehdi Ağoğlu və Vüqarvan oxucular üçün kitab imzalayıblar. Bir daha xatırladaq ki, Park nəşriyyatının təsisçisi şair Şəhriyar Delgerani, direktoru yazıcı Vüqarvan, baş redaktoru isə yazıcı Nadir Yalçındır.